Təqdim olunan audio-vizual dərs vəsaiti Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin 2005-2007-ci illərdə Azərbaycan Respublikasında ümumi təhsil məktəblərinin informasiya və kommunikasiya texnologiyaları ilə təminatı proqramı haqqında 21 avqust 2004-cü il tarixli sərəncamı əsasında hazırlanmışdır. ...1939 yıl sentyabrın 1'inde Almanya, Polşa üzerine hücum etti. Bir gün sonra Büyük Britanya ve Fransa hükümetleri Almanya'ya müharibe elan ettiler. İkinci Dünya Müharibesi başlandı. Müttefiki faşist İtalyası ile birlikte Nasist Almanyası kısa müddet ərzində demək olar ki, Qərbi, Mərkəzi və Cənub-Şərqi Avropanın bütün ölkələrini işğal etdi və ya özündən asılı vəziyyətə saldı. Dünya ağalığı məqsədinə çatmaq üçün Almanya SSR-ni sıradan çıxartmalıydı. Bunun üçün geniş hücum planı hazırlanmışdı. Bu Barbarossa planı adlandırılırdı. Həmin plana əsasən 1941-ci il iyunun 22-sində Nasist Almanyası SSR-yə hücum etdi. Barbarossa planına göre Alman ordusu Sovet ordusunu sarsıdıcı zərbələrlə darmadağın etməli və qışa qədər Arxangelsk-Həştərxan xəttinə çıxmalıydı. Azərbaycan Almanyanın işğalçılıq planında xüsusi yer tuturdu. Onun sərvətləri, Qərb ilə Şərq arasındakı strateji və geosiyasi mövqeyi nasistlərin diqqətini cəlb edirdi. Nasist başçılarından Rosenberg'in Qafqazın idarə olunması planına göre ilk vaxtlar Azərbaycanda komissarlıq adlanan idarə forması yaradıldı və o, iqamətgahı Tiflisdə yerləşən Qafqaz Reyks komissarlığına tabi edilməliydi. SSR üzərində qələbədən sonra Türk xalqları yaşayan ərazilərdə Böyük Türkistan dövlətinin yaradılması nəzərdə tutulurdu. Azərbaycan da bütövlükdə bu dövlətin tərkibinə daxil edilməliydi. Almanya Bakı neftindən istifadə etməklə bütün şərqi işğal edəcəyinə böyük ümidlər bəsləyirdi. Hələ 1941-ci ilin martında Bakı zəbt edildikdən sonra Almanyanın kontinental neft cəmiyyətinə buradan neftin hasilatı, emalı və daşınması tapşırılmışdı. Azərbaycandakı iri sənaye müəssisələrinə Alman rəhbərlər təyin edilmişdi. Hitler Bakını aldıktan sonra onu hərbi obyektə çevirmək haqqında tapşırıq da vermişdi. Abşeronun, o cümlədən Bakının sənaye və hərbi əhəmiyyətli obyektlərinin xəritələri hazırlanmışdı. Nasistlərin Edelweiss adlanan hücum planına göre Bakı 1941-ci il sentyabrın 25'inde işğal olunmalıydı. Amerika Birləşmiş Ştatları və Böyük Britaniya dövlətləri də xüsusi maraq göstərir. Qafqaza, o cümlədən Azərbaycana sahib olmaq istəyirdilər. Bu məqsədlə tərtib olunmuş Vilvet planında Sovet ordusunun Qafqazdan çıxarılıb Stalingrada aparılması, burada Amerika Birləşmiş Ştatları və Böyük Britaniya hərbi qüvvələrinin yerləşdirilməsi nəzərdə tutulurdu. Müharibənin ilk illərində Sovet Azərbaycanı barədə SSR rəhbərliyinin də xüsusi planı var idi. 1942-ci ilin dekabrında imzalanmış məxfi plana göre Azərbaycan əhalisi Mərkəzi Asiya və Qazaxstana köçürülməli idi. Səbəbi isə Sovet dövlətinin Türkiyəyə etnik və dini mənsubiyyətləri ilə yaxın olan Azərbaycanlılara etibar etməməsiydi. Lakin Qırmızı Ordunun Stalingrad və Qafqaz uğrundakı döyüşlərdə qələbələri, həmçinin Bağırovun şəxsi nüfuzu və tutarlı dəlilləri Stalini bu plandan imtina etdirdi. Azərbaycanda 1941-ci ilin avqustunda 402-ci, oktyabrında 223-cü, 1942-ci ilin mart-sentyabr aylarında 416-cı, avqust-sentyabrda 271-ci milli atıcı diviziyalar yaradıldı. Kırım'ın müdafiəsində şəxsi heyətinin çoxunu itirmiş 77-ci diviziya 1942-ci ilin mayında Respublika ərazisində yenidən komplektləşdirilərək cəbhəyə göndərildi. 1941-ci ilin dekabrında Novgorod yaxınlığındakı Pustinka kəndi uğrunda gedən döyüşlərdə kiçik leytinant İsrafil Məmmədov böyük şücaət göstərdi və Azərbaycanlılar arasında ilk dəfə olaraq Sovet İttifaqı qəhrəmanı
fəxri adına layiq görüldü. Moskva etrafındaki döyüşlərdə fərqləndiyinə görə tank bölməsinin komandiri Həzi Aslanov qırmızı ulduz medalı ilə təltif edildi. Borodino çölündəki vuruşmada pulemyotçu İdris Vəliyev düşmənin 50-dən çox əskərini, təyyarəçi Hüseynbala Əliyev isə Leningrad səmasında 6 Alman təyyarəsini məhv etdilər. 1942-ci ilin yaz-yay aylarında keçirilən hərbi əməliyyatlar nəticəsində nasist orduları Şimali Qafqazda Krasnodar, Stavropol və Maykopu ələ keçirmişdilər. Bakı təhlükə altında idi. SSR Ali Baş Komandanlığı vəziyyətin ağır olduğunu nəzərə alaraq 1942-ci il sentyabrın 9-da Cənubi Qafqaz Respublikalarında, o cümlədən Azərbaycanda hərbi vəziyyət elan etdi. Bakı müdafiə rayonu yaradıldı. Şəhər ətrafında istehkamlar quruldu. Tankların keçməsinin qarşısına almaq məqsədi ilə 16.841 maneə yaradıldı. 1942-43-cü illərdə düşmənin Bakı səmasına soxulmaq cəhdlərinin qarşısı alındı. Faşistlərin 96 təyyarəsi vuruldu. Bu zaman Cənubi Qafqaz cəbhəsində 66,1 min Azərbaycanlı döyüşürdü. Mazdoq tutulduqdan sonra güclü müqavimətlə rastlaşan düşmən Bakı istiqamətindən imtina edərək Nalçik-Orjonikidze istiqamətində hücuma keçdi. 402, 416 və 223-cü Azərbaycan diviziyaları Mazdoq rayonunda döyüşdülər. 402-ci diviziya Mazdoq ətrafında 10 yaşayış məntəqəsini düşməndən təmizlədi. Bu diviziya tərkibinin bir hissəsini itirdiyindən 416-cı diviziyaya birləşdirildi. 416-cı diviziya Şimali Qafqaz ərazisi və Azov dənizi sahillərindəki bir sıra yaşayış məntəqələrinin azad edilməsində böyük rol oynadı. 77-ci diviziya Kerç, Rostov, Stavropol və sair yaşayış məntəqələrinin azad edilməsində fəal iştirak etdi. Tuapse uğrunda gedən döyüşlərdə Qafur Məmmədov düşmənin 13 əskərini məhv edərək komandirini öz həyatı bahasına ölümdən xilas etdi. Ölümündən sonra ona Sovet İttifaqı qəhrəmanı adı verildi. Milli Azərbaycan diviziyaları SSR ərazisini işğaldan azad etdikdən sonra Şərqi Avropanın azad edilməsi əməliyyatlarına qoşuldular. 223-cü diviziya Yugoslaviyanın azad edilməsində xidmətinə görə fəxri Belqrad diviziyası adını aldı. 271-ci diviziya Polşa və Çexoslovakiyanın azad edilməsində iştirak etdi. Bu döyüşlərdə Ziya Bunyadov da daxil olmaqla 20 nəfər Azərbaycanlı Sovet İttifaqı qəhrəmanı adına layiq görüldü. 1942-ci ilin qışında Stalingrad cəbhəsində Həzi Aslanovun tank polku böyük qəhrəmanlıq göstərdi. Ona bu igidliyə görə 1942-ci ilin dekabrında Sovet İttifaqı qəhrəmanı adı verildi. 1943-cü ilin yayında 10 minlərlə Azərbaycanlı bütün cəbhələrdə igidliklə döyüşürdü. Aryol şəhəri üzərində qələbə bayrağını Nəcəf Əjdərov qaldırdı. Hərbi təyyarəçilər Adil Quliyev və Züleyxa Seyid Məmmədova öz qəhrəmanlıqları ilə fərqləndilər. 416-cı diviziya Taganrog şəhərinin azad edilməsində göstərdiyi rəşadətə görə Taganrog diviziyası fəxri adını aldı. Hərbi əməliyyatlarda qəhrəmanlığına görə 271-ci diviziyaya Gorlovka diviziyası, 77-ci diviziyaya isə Simferopol diviziyası adı verildi. 416-cı və 77-ci diviziyalar 2-ci dərəcəli Suvorov ordeni ilə təltif edildilər. 1944-cü ilin iyununda general-mayor Həzi Aslanovun 35-ci Qvardiya tank briqadası Berezna çayını keçib Plişinitsi şəhərini və 508 yaşayış məntəqəsini azad etdi. O, ikinci dəfə Sovet İttifaqı qəhrəmanı fəxri adı ilə təltif olunmağa təqdim edildi. Lakin bu haqda fərman onun ölümündən çox sonra 1991-ci ildə həyata keçirildi. 416-cı Azərbaycan diviziyası 1945-ci ilin fevralında düşmənin müqavimətini qırıb Oder çayı sahilinə çıxdı və Berlin üzərinə yeridi. Azərbaycan döyüşçüləri 1945-ci il mayın 2-sində Berlinin Brandenburg darvazası üzərinə qələbə bayrağı sancdılar. Reichstagın alınmasında göstərdiyi rəşadətə görə Yusif Sadıkov Sovet İttifaqı qəhrəmanı adına layiq görüldü. Azərbaycan oğulları antifaşist müqavimət və partizan hərəkatında da fəal iştirak etmişdilər. Onlardan biri də Smolenskdə fəaliyyət göstərən partizan briqadasının qərargah rəisi İsmail Əliyev idi.
1943-cü ildə 50 nəfər Azərbaycanlı Məmməd Əliyevin başçılığı ilə faşist düşərgələrindən qaçaraq Krimdə xüsusi partizan dəstəsi yaratmışdılar. Ukraynada isə 400 nəfər Azərbaycanlı partizan dəstəsi təşkil etmiş, başqa partizan dəstələri ilə birləşərək Ukrayna, Çexoslovakiya və Macaristanda faşizmə qarşı fəal mübarizə aparmışdılar. Polkovnik Ələkbər Əliyev 1942-ci ildə Belarusiyanın Borisov şəhərində fəaliyyət göstərən Dядя Koля partizan birləşməsinin qərargah rəisi olmuş, 1944-cü ildə Suvorov adına partizan dəstəsinə komandir təyin edilmişdi. 1942-ci ilin yazında Polşada nasist hərbi əsir düşərgəsində Azərbaycanlı əsirlər gizli təşkilat yaratmışdılar. Təşkilata zabitlər Hadi Qiyasbəyov və Mirzəxan Məmmədov rəhbərlik edirdilər. Bu təşkilatın köməyi ilə bir qrup əsir düşərgədən qaçaraq Polşa partizanlarına qoşulmuşdu. 1942-ci ilin noyabrında Fransadakı faşist ölüm düşərgəsindən qaçıb partizanlara qoşulan Əhmədiyyə Cəbrailov, Armet Michel Xargo adı ilə Fransanın azadlıq hərəkatında fəal iştirak etmiş, bu ölkənin şəxsi igidliyə görə paradda əskərə generaldan irəlidə getmək hüququ verən ən yüksək hərbi medalı ilə təltif olunmuşdu. İkinci Dünya müharibəsinin əfsanəvi qəhrəmanlarından biri də cəsur Azərbaycanlı Mehdi Hüseynzadə idi. O, Mikhailo ləqəbi ilə Yugoslaviyada partizan dəstəsinin kəşfiyyatçı təxribat qrupuna rəhbərlik etmişdi. Onun qrupu 700 nəfər hərbçini faşist əsirliyindən azad etmiş, 1000 nəfərdən çox Alman zabitini məhv etmişdi. Nasistlər onun başına 400 min marka mükafat təyin etmişdilər. 1944-cü ildə Mehdi Hüseynzadə faşistlərlə qeyri-bərabər döyüşdə xeyli düşmən qırmış və ələ keçməmək üçün son gülləsini özünə vurmuşdu. 1957-ci ildə ona ölümündən sonra Sovet İttifaqı qəhrəmanı adı verildi. Əli Babayev İtaliyadakı partizan hərəkatında fəal iştirak etmiş, Haribaldi adına batalyonun komandiri olmuş, döyüşlərdəki igidliyinə görə İtaliyanın hərbi şücaətə görə gümüş medalı ilə təltif olunmuşdu. Vilayət Hüseynov, İtaliya faşistlərinin lideri Mussolini-ni həbs edən partizanlar arasında olmuşdu. Əkbər Ağayev, Buchenwald ölüm düşərgəsində yaradılan təşkilatın rəhbərlərindən biri olaraq faşistlərə qarşı gizli mübarizə aparmışdı. Ələ keçdikdən sonra güllələnmişdi. Azərbaycan xalqının oğul və qızları Alman nasistlərinin Buchenwald, Mauthausen, Dachau, Sachsenhausen, Ravensbrück və başqa ölüm düşərgələrində Avropa ölkələrinin antifaşistləri ilə birlikdə qəhrəmanlıqla mübarizə aparmışdılar. Azərbaycan zəhmətkeşləri də müharibənin ilk günlərindən düşmən üzərində qələbə naminə işləməyə başladılar. 1941-ci il iyunun 28-dən etibarən Azərbaycanda da bütün işlər müharibənin tələblərinə uyğun qurulmağa başladı. Fəhlə və qulluqçular üçün iş günü 11 saata qaldırıldı. Məzuniyyətlər ləğv olundu. İşi öz başına tərk etmək üçün 5-8 il həbs cəzası müəyyən edildi. Ərzaq və sənaye məhsullarının satışı üzrə kartoçka sistemi tətbiq olundu. Orduya səfərbər olunan kişilərin yerinə qadınlar və yeniyetmələr gətirildi. Az müddət ərzində 40 mindən çox ixtisaslı fəhlə hazırlandı. Bütün sənaye sahələri cəbhə üçün məhsul istehsalına keçdi. Neftçilər fədakarlıqla çalışaraq cəbhəni, xalq təsərrüfatını yanacaqla təmin edirdilər. Onlar müharibə dövründə ölkəyə 75 milyon ton neft, 22 milyon ton benzin vermişdilər. Ümumən müharibə illərində Bakı ölkə neftinin 70-75%-ni, benzinin 85-90%-ni vermişdi. Bakı döyüşən ordunun cəbhəxanalarından birinə çevrildi. Burada Katyuşa raketi, Şnakin pulemyotu istehsal edilir, Yak-3 qırıcı təyyarəsi yığılırdı. Ümumiyyətlə 130-dan çox silah növü və hərbi sürsat hazırlanırdı. 1941-ci ildə böyük hərbi və təsərrüfat əhəmiyyəti olan Culfa Mincivan, Səlyan Neftçala, Papanin Hacıqabul və başqa dəmir yol xətləri istifadəyə verildi. Bakı avtomobil zavodunun əsası qoyuldu. Kənd təsərrüfatında hərbi əhəmiyyətli yeni texniki bitkilərin becərilməsinə başlanıldı. Kənd əməkçiləri müharibə illərində ölkəyə 500 min ton pambıq və digər strateji xammal məhsulları vermişdilər. Fədakar əməyinə görə
minlərlə əmək adamı orden və medallarla təltif edilmişdi. Bütün rayonlarda cəbhəyə və müdafiə fonduna yardım qərargahları yaradılmışdı. 1941-1943-cü illərdə xalqımız müdafiə fonduna 15 kiloqram qızıl, 952 kiloqram gümüş, 311 milyon manatlıq istiqraz verdi. Cəbhəyə 1,6 milyon ədəd müxtəlif əşya, 125 vaqon isti paltar göndərdi. Tank və təyyarə kolonları yaratmaq məqsədi ilə külli miqdarda vəsait toplandı. Mərkəzin tələbi ilə 1943-cü ilin payızında Azərbaycanda Respublika Yardım Komitəsi və onun rayon komissiyaları yaradıldı. Komitə 1943-1944-cü illərdə işğaldan azad edilmiş rayonlarda təsərrüfatın bərpasına fəal kömək etməli idi. Bu məqsədlə Şimali Qafqaz neftçilərinə, Leningrad, Stalingrad, Stavropol və Ukraynanın təsərrüfatlarına xeyli pul, ərzaq, tikinti materialları, sənaye avadanlıqları göndərildi. Müharibə dövründə Dağıstanda Vilayət Partiya Komitəsinin birinci katibi işləmiş Əziz Əliyev xüsusilə fərqlənmişdi. O, uzaq görən, müdrik siyasəti ilə 30-dan çox dağlıq xalqlarını öz ətrafında birləşdirib faşizmə qarşı səfərbər etməyə nail olmuşdu. Onun ağıllı tədbirləri nəticəsində bu xalqlar Mərkəzi Asiyaya sürgün edilməkdən xilas olundular. Öz milli varlıqlarını qorudular, milli adət və ənənələrini saxladılar. Nasizm vəbasına qarşı mübarizədə Azərbaycan xalqı böyük əmək sərf etdi. Bütün imkanlarını düşmən üzərində qələbəyə yönəltdi. Şimali Azərbaycanda Sovet rejimi yaradıldıqdan sonra xarici ölkələrə mühacirətə getmiş Azərbaycanlılardan çoxu Almaniyanın Sovet imperiyasına qalib gəldiyi təqdirdə Azərbaycanın milli istiqlal qazanacağına ümid bəsləyirdilər. Almaniyada hələ müharibədən xeyli əvvəl Azərbaycan siyasi mühacirətinin məqsədləri dərindən öyrənilmişdi. Buna görə də 1941-ci ildə Məmmədəmin Rəsulzadə Almaniyaya dəvət olundu. Hökumət nümayəndələri ilə aparılan danışıqlarda Azərbaycan tərəfinin mövqeyi 12 maddədən ibarət xüsusi memorandumda ifadə edilirdi. Bu şərtlər aşağıdakılardan ibarət idi. 1. Azərbaycanlı hərbi əsirlərin düşərgələrdən azad edilməsi. 2. Azərbaycanlı əsirlərin mülki işlərdə işlədilməsi. 3. Milli Azərbaycan ordusunun yaradılması. 4. Komandirlərin Azərbaycanlılardan təyin edilməsi. 5. Alman qoşunları Azərbaycanı tutduğu zaman milli ordunun oraya ilk daxil olmasına təminat. Hitler 1941-ci il dekabrın 22-sində Qafqaz müsəlmanlarından ibarət xüsusi milli hərbi hissələr yaradılması haqqında əmr verdi. Bu hərbi hissələrdə Məmmədəmin Rəsulzadənin üç rəngli bayraq əsəri əldən ələ gəzirdi. Almanlar üzdə özlərini müsəlmanların, türklərin dostu kimi göstərirdilər. Hətta Qafqazda hərbi əməliyyatlarda iştirak edən General von Makizin İslam dinini qəbul etmiş, xalq qarşısında namaz qılmışdı. 1943-cü ildə Azad Türk diviziyası yaradıldı. Azərbaycanlılardan təşkil olunmuş legion da onun tərkibinə daxil edildi. 1943-cü ilin yazında Berlində Milli Azərbaycan Komitəsi təşkil olundu. Hitler, Türk xalqlarının tarixini, psixologiyasını, mədəniyyətini öyrənmək üçün Dresdendə xüsusi institut təşkil etməyi tapşırmışdı. Əslində bunlar gözdən pərdə asmaq üçün idi. Çünki nasistlərin planlarına görə Şimali və Güney Azərbaycan Almaniyanın gələcəkdə yaratmaq niyyətində olduğu Böyük Türkistan dövlətinin əyaləti olmalı idi. Məmmədəmin Rəsulzadə Hitlerin Azərbaycan haqqındakı niyyətlərini başa düşdükdən sonra onu öz çıxışlarında ifşa etdi. Antifaşist çıxışlarına görə Məmmədəmin Rəsulzadə Almaniyadan getməyə məcbur edildi. Lakin mühacirətdə olan bəzi qüvvələr yenə də Almaniyaya inanır, onun rəhbərləri ilə əməkdaşlıq edirdilər. 1943-cü il noyabrın 6-sında Berlində Azərbaycanlıların milli qurultayı keçirildi. Qurultayın qərarlarında Almaniyanın qələbəsi nəticəsində Azərbaycanın istiqlal qazanacağı ümidi ifadə olundu. Odur ki, 1943-cü ilin payızında Berlində mühacir Azərbaycan parlamenti və hökuməti yaradıldı. Hökumətin başında Fətəli bəyli Düdənginski dururdu. Alman hökuməti mühacir Azərbaycan hökumətini tanıdı. Bu hökumət
1944 ilin qışına dək fəaliyyət göstərmişdi. Almanlar hərbi əsir düşərgələrindən Azərbaycanlıları seçib, türk dili bilən Alman zabitləri vasitəsilə onlara hərbi təlim keçmək üçün Bavariyaya göndərdilər. Qafqaz müsəlmanlarına təşkil edilmiş hərbi birləşmələr Bozqurd, Cavadxan, Aslan, Qorxmaz, Dönməz, Vətən adlarını daşıyırdılar. Bu hərbi hissələr 1942-ci ilin yayında Qafqazda, Mazdok, Kazbek və Elbrusda mühüm strateji yüksəkliklərin tutulmasında fəal iştirak etmişdi. Onların döyüş qabiliyyəti Almanlar tərəfindən yüksək qiymətləndirilmiş, çoxu medallarla təltif edilmişdi. Lakin Sovet ordusunun əks hücumu ilə əlaqədar bu hissələr böyük itki verib, geri çəkilmiş və Almanların Krımdakı inadlı müdafiə döyüşlərində iştirak etmişdilər. Azərbaycan Milli Legionu Fransanın cənubunda yerləşdirilmişdi. 1944-cü ilin avqustunda müttəfiqlərin qoşunları Fransanın cənubuna çıxarıldı. Şimal və şimal-qərb istiqamətində hücum başlandı. Alman hərbi birləşmələri ilə bərabər Azərbaycan Legionu da İtaliyanın şimalına doğru çəkildi. Müharibə qurtardıqdan sonra isə onun hissələri bitərəf ölkələrin ərazilərinə köçürülüb dağıdıldı. Əskərlər müxtəlif ölkələrə səpələndilər. Çox hissəsi Türkiyədə məskunlaşdı. Vətənə qayıdanlar isə uzun müddət təqib və sürgünlərə məruz qaldılar.